Deməli, birinci məsələyə baxaq. Birinci məsələdə bizə deyir ki, sürtünmə yoxdur və bizim cismimiz V0 bərabərdir 30 metr bölünmüş saniyə sürətlə neynir? Yerə atılır. Cismin yerə düşmə sürəsi kaç saniyədir? Yəni, yerə düşmə müddəti T-si neçədir? Biz ümumiyyətlə yerə düşmə müddətini T bərabərdir kök altında 2H bölünsün J düsturundan tapırıq. Niyə? Çünki bizim bir cismimizin H hündürlüyünü H bərabərdir JT kvadratı bölünsün 2 ilə tapacağıq. Yəni, bizdə bu H hündürlük hardan yaranıb? Cisim aşağıya doğru ümumiyyətlə bir cisim atılırsa, bu bir müddətdən sonra sərbəst olaraq düşür. Sərbəst düşmədə də biz bilirik ki, V0-ımız 0 olur və bizim H hündürlüyümüzü JT kvadratı bölünsün 2 ilə tapırıq. Buradan da bizim T kvadratı uçuş məsafəsi, qalxma müddətidir. Gətiririk, yazırıq yerinə. 2 vurulsun 80 bölünsün 10. Verəcək bizə neçəni? Kök altında 16-dan, 16-dan da 4 çıxır. Yəni, bizim düşmə müddətimiz nə qədərdir? 4 saniyədir. D variantı. Daha sonra ikinci məsələdə. İkinci məsələdə yenə bizə V verilib, yəni bu istiqamətdə hərəkət edən sürətimiz verilib. Ümumiyyətlə, bu məsələlərdə yadınızda saxlayın ki, bizim cismimizin 0, yəni V0 başlanğıc sürəti ilə Vx proyeksiyası bir-birinə bərabərdir. Yəni, mənim cismim bura gəldisə, sürəti bu formada olacaq, çevrə düşünün, çevrəyə toxunan istiqamətdə. Və biz bilirik ki, müəyyən əyri bucaq altında olanda biz həmin o qiyməti müəyyən bucaq, daha doğrusu proyeksiyalarına ayırırıq. Yəni, Vx-ını və Vy-ını. Hər zaman bu Vx, yəni bu istiqamətdə olan sürəti başlanğıc sürətə bərabər olacaq. Yəni, burada 20 olacaq, burada 20 olacaq. İndi nədən söhbət gedir? Bizə deyir ki, 3 saniyə yerə düşür. Yəni, zamanı verilib, uçuş zamanı verilib ki, 3 saniyədir. Buna görə H hündürlüyü kaç metrədir? Biz də dedik ki, bizim cismimizin bu qədər neçə, hansı H hündürlükdən atıldığını bilmək üçün düsturumuz necədir? H bərabərdir JT kvadratı bölünsün 2. J'miz 10-dur, T'miz 3 saniyədir, yəni 9, bölünsün 2, 2 5, elədir 45 metr, yəni B variantı. İkinci məsələmizdə yenə bizə deməli V verilir və V0 bilirik ki, Vx proyeksiyasına bərabərdir. Bizim cismimizi bu istiqamətə aparan proyeksiyasıdır və bizim Vy proyeksiyamız cismimizi yerə düşürən proyeksiyası, yəni Vy oxu üzrə hərəkət elətdirən proyeksiyasıdır. Bizə deyir ki, cisim yatayda kaç metr yol gedib? Yatayda, yəni bax buradan bura qədər, buradan bura qədər. Nə qədər yol gedib? El. Bu yolu ellə işarə edirik və yaxud da S-lə də işarə edə bilərik, fərqi yoxdur. Və biz bilirik ki, bizim bu istiqamətdə aparan, yəni cismimizi bu istiqamətdə aparan hansı proyeksiyasıdır? Vx proyeksiyasıdır. Deməli, bizim yolumuzun düsturu S bərabərdir V vurulsun T, L bərabərdir V vurulsun T şəklindədir. Vx vurulsun T şəklində yazacağıq. Yadınıza salın çay məsələlərini. Çay məsələlərində bizim üzgüçümüz müəyyən bucaq altında yönələndə biz onun proyeksiyasına ayırırdıq və yolu tapanda, yəni sahilin bir nöqtəsindən digər nöqtəsinə getmə yolunu tapanda bizə lazım olurdu X proyeksiyası. Burada da o formadadır. Deməli, buradan mənim Vx-im dediyi V0-a bərabərdir. 40 vurulsun. Zaman da 5 saniyə verib 40 vurulsun 5 verəcək mənə neçəni? 200-ü A variantı. Dördüncü məsələdə bizə deyir ki, yenə başlanğıc sürət 60 verib, hündürlüyü 45 verib və bizə deyir ki, cisim yatayda kaç metr yol gəlib. Yəni, mənim cismim bu istiqamətdə yerə düşəcək və buradakı yolu soruşur. Buradakı yolda biz bildik ki, hansı düsturundan da Vx vurulsun T'dir. Bizim V0-ımız Vx-ə bərabərdir, yəni o da 60-a bərabərdir. 60-a bərabərdir. Bizə zaman lazımdır. Bizim də uçuş müddətimizi necə tapırdıq? Kök altında 2H bölünsün J ilə, düzdür? Yəni, bunun düsturuna H bərabərdir JT kvadratı bölünsün 2 düsturuna. Burada da bərabər olacaq. Kök altında 2 vurulsun 45 bölünsün 10-a. Verəcək bizə 5, kök altında 9, o da verəcək 3-ü. Gətirib yerinə qoyaq. Yəni, L bərabərdir. Vx-i 60-dır. 60 vurulsun 3, cavab eləyəcək neçə? 180. Deməli,
Burada bizim yolumuz nə qədərdir? 180 metrdir. Cavab olacaq Y variantı. Daha sonra 5-ci məsələdə. 5-ci məsələdə bizə V0 verilməyib. H hündürlük verilib. Deməli, bu H hündürlükdən biz zamanı tapa bilirik. Düzdür? Yəni ki, bizim düsturumuz necə oldu? T bərabərdir. Kök altında 2H bölünsün J oldu. Biz də yazırıq ki, 2 vurulsun 180 bölünsün 10. Neçə verəcək bizə? Deməli, o da bərabər olacaq 5 ixtisar eləyəndə cavabımız olacaq 36. Deməli, 36. Düzdür? 36-nı verir. Kök altından 36-dan da 6 çıxır. Biz bildik ki, indi uçuş müddətimiz nə qədər olur? 6. Bizim də getdiyi yol verilib. Baxın, bu qədər yolu verilib. Bunun da düsturu necə idi? L bərabərdir Vx vurulsun T idi. Düzdür? Bizim Vx-imiz yoxdur. Elə V0-ı, yəni Vx-i V0 soruşur bizdən. Elimiz verilib 240. T'imizi tapdıq 6. Gətirib yerinə qoysaq 220 bərabərdir Vx vurulsun 6. Vx də bərabərdir nəyə? 240-ı bölürəm 6-ya. Alıram neçə? 40 metr bölünmüş saniyə. Demişdik ki, Vx V0-a bərabərdir. Deməli, bizim V0-ımız da 40-a bərabər olacaq D variantı. Daha sonra gəlirik 6-cı məsələyə. Biz dedik ki, yenə də qeyd eləyirəm ki, bizim Vx-ımız V0-a bərabərdir. Düzdür. Cisim bura dəyir. Dəyəndə surəti, yəni həmin bu surəti bu istiqamətdə yerə dəyir. Amma bu Vx hər zaman bu istiqamətdə qalır və 50-yə bərabərdir, dəyişmir. Onda mənim buradakı V-mi, yəni V-Y-ımdır da, bura V-Y proyeksiyasını, V-X proyeksiyasını. V-Y proyeksiyasını tapa bilərəm. Mənim V-Y proyeksiyam bərabərdir, J vurulsun T-yədir. Yəni, biz hündürlüyü necə JT kvadratı bölünsün 2 ilə tapırıqsa, yəni V0-sız, V0-0-a bərabərdir. V-Y proyeksiyasını, yəni aşağı proyeksiyada bizim artıq V0-ımız 0-dır. Aşağı aparan proyeksiyamız V-Y proyeksiyası. O da JT-yə bərabərdir. Bizim J'miz məlumdur, amma T'miz məlum deyil. T'ni də dedik hardan tapırıq? Buradan tapa bilərik, düzdür. Kök altında 2H bölünsün J, yəni 2 vurulsun 125 bölünsün 10'a. O da mənə verir kök altında 25'i, buradan da 5 çıxır, düzdür. Deməli, mənim T'm 5 oldu. Onu da vuranda 5'ə neçə verir? 50. Deməli, mənim V-Y proyeksiyam da 50'yə bərabərdir. Bura 50, bura 50 olanda, bəs burada belə bir düzbucaqlı üçbucaq yarandı da, düzdür. Bu da mənim elə bir ki, orta qüvvələrdə necə istifadə edilir? Əvəzləyici qüvvə. Əvəzləyici surətim olsun. Bura Vx-dır, burada Vy-dır. Biz buranı necə tapırıq? 50'nin kvadratı üstə gəlinsin 50'nin kvadratı, yəni Pifagor terimindən. Bu da verəcək bizə 50 kök altında ki, və yaxud da biz bilirdik ki, 90 dərəcəli bucaq varsa iki eyni surətin arasındakı biləşkə vektoru necə tapırıq? Qaydamız var idi ki, həmin eyni vektorlardırsa, onda həmin vektorun kök altı 2 mislinə bərabərdir. Olacaq C variantı. 7-ci məsələdə, baxın, bizə deyir ki, H hündür yüksəklikdən V0 surəti ilə cisim yerə dəyir, yerə dəymə surəti ilə bu V0 eyni deyil. Yəni, bunu səhv salmayın. Yəni, bu durub Vx bərabər 60 formasında yazmayın. Yerə dəymə surəti başqa formada olur. Yəni, 60 yerə dəymə surətidir. İndi, deməli, bizə nə deyir? Sürtünmə önəmsəmədiyinə görə V0-ı tapın. Yəni, bax, bunu, elə bir ki, bunu tapmalıyıq. Bu da bizim Vx-imizdir, düzdür? Vx-imizdir. Bizə Vx lazımdır. Biz də bilirik ki, bizim hər hansı istəyir bu nöqtədə olsun, biz istəyir bu nöqtədə olsun. Cismimiz bu istiqamətdə olanda, yəni sürəti bu istiqamətdə olanda bunu proyeksiya ayırırdıq. Düzdür? İndi bizdə də yerə çarpma müəyyən bucaq altındadır. Biz onu x-y proyeksiyasına ayırıq. Düzdür? Bu istiqamətdə Vx-idir, bu istiqamətdə də Vy-idir. V-idir. Bizə bu Vx lazımdır. Bucağa bitişik tərəf olduğuna görə mən bunu necə yazıram? Bunu yazıram ki,
V0, yəni V0 budur da, yəni elə bir ki bu bizə V0-dır. V0 vurulsun kosinüs alfa. O da bərabərdir. V0 60-dır. Kosinüs də 37 dərəcədə 0,8-dir. 0,8-i vuranda neçə edir? 48. Cavab olacaq B variantı. Daha sonra 7 də eyni bunun kimidir. Biz nə edirik? Müəyyən bucaq altında olduğuna görə bunu proyeksiyaya ayırırıq. Bu oldu bizim Vx-imiz. Bu aşağı da oldu bizim Vy-imiz. Düzdür. Bunu tapsaq, V vurulsun, yəni 100 vurulsun, V0-ımız 100-dür. 100 vurulsun, kosinüs 37 dərəcədə 0,6 düzdür, 0,8-dir. O da verir bizə 80-dır. V-ımız isə deməli sinus 0,6-da 60 verəcək. Düzdür? Bizə də deyir ki, sürtünmənin önəmsəlmədiyinə görə H yüksəkliyi kaç metr? Biz H hansı düsturla tapdıq? H bərabərdir JT kvadratı bölünsün 2 düsturu ilə tapdıq. Düzdür? Bizə bu T lazımdır. T-ni də V məlumdursa necə tapırdıq? V bərabərdir J vurulsun T ilə. Buradan T-ni tapıram ki, T bərabərdir 60 bölünsün 10 verdi mənə 6-nı. Gətirim yerinə yazıram. 10 vurulsun 6-nın kvadratı 36 bölünsün 2. 2 ilə 10 ixtisar gedir, 5 qalır. 5-i də deməli 36-ya vuranda 3 yadda 180. Cavab olacaq C variantı. 9-da da yenə biz nə edirik? Bunu müəyyən proyeksiya ayıracaq. Əvvəlcə baxın deyir, yatayda aldığı yol kaç metrədir? Yatayda aldığı yolu biz bunu qeyd eləmişdik də. Yol da nəyə bərabərdir? Vx vurulsun T-yə. Deməli bizə Vx də lazımdır, T də lazımdır, çünki yoxdur ikisi də. T-ni almaq üçün bizə Vy bərabərdir J vurulsun T düsturundan bu Vy lazımdır. X almaq üçün də bu istiqamətdə proyeksiyası lazımdır. Vx nəyə bərabər olacaq? 50 vurulsun bizim kosinüs 53-də neçə verir? 0,6. 0,6 olanda verdi bura 30. Deməli bizim Vx-imiz 30-dur. 30 vurulsun. İndi bizə Y proyeksiyası lazım olacaq. Vy bərabərdir 50-ni vururam bu dəfə sinusa. Sinus da 0,8-dir. Bu da mənə verəcək 40-ı. Düzdür? Gətirirəm buradan T-ni tapıram. T bərabər olacaq. 40 bölünsün J 10-dur. Deməli zamanımda 4-dür. Gətirirəm yazıram orada. 30 vurulsun 4 verəcək mənə neçə? 120-ni. Cavab olacaq D variantı. 10-cu məsələmizdə bizə 2 dənə fərqli atışlar verilib. Biri hansı müəyyən hündürlükdən aşağıya doğru atılan cisimdir. Biri isə müəyyən hündürlükdən üfüqə istiqamətdə atılan cisimdir. Üfüqə istiqamətdə atılan cisimdir. Deməli bunların bizə lazımdır bura dəydikləri surətləri. Yəni bu cisim gələcək bura dəyəcək, bu cisim də bura. İndi biz burada artıq müəyyən hündürlükdən aşağıya doğru atılan cismin hərəkəti ilə bağlı bura bizim elə bir başlanğıc sürətimizdir. Bu da bizim son sürətimizdir. Düzdür? Bizə hündürlük verilib, başlanğıc son sürət verilib, J verilib. Hansı düsturdan istifadə edirik V kvadratını tapmaq üçün? Gətirək yazaq. Deməli, H verilib, H bərabərdir V kvadratı, V1 kvadratı, daha doğrusu V2 kvadratı çıx V1 kvadratı bölünsün 2J-yə. H-ımız verilib bizə 45 bərabərdir. V2 kvadrat, yəni son sürəti bizdən soruşur. V kvadratı verib 40, o da eləyir 1600, aşağıda da 20 eləyəcək. Bununla bunu vuranda 900 eləyir. 900 bərabərdir V2-nin kvadratı çıxsın 1600. V2 kvadratı bərabərdir 2500. Kvadratdan azad eləsək bura kök altına düşəcək və V2-miz nəyə bərabər olacaq? 50-yə. V2 deyəndə yəni VA-mız da belə deyil. Bizim birinci baxdıq ki, yerə dəymə müddəti nəyə bərabərdir? VA-nın yerə dəymə müddəti 50 oldu. İndi keçirik bura baxmağa. Buranın da hündürlüyü 45-dir və cismimizi bu istiqamətdə atıblar, yerə dəyib. Yerə dəyəndə yerə dəyəndə bizdən soruşur ki, bax buradakı V sürəti
nəyə bərabərdir? Ümumiyyətlə biz bilirik ki, bu 40 həmişə sabit olur. Yəni düşəndə belə buradakı surəti nəyə bərabər olacaq? 40-a bərabər olacaq. Biz aşağıdakı VY surətini tapa bilərik. VY nəyə bərabər idi? VY bərabərdir J vurulsun T-yə. Düzdür? Bu T-ni də hardan tapırdıq? Yəni düşmə müddətini hardan tapırdıq? T bərabərdir. Kök altında 2H bölünsün J düsturundan alırdıq da. Düzdür? H-ımız da bizə verilib. 2 vurulsun 45 bölünsün 10. Verəcək mənə neçəni? Kök altında 9 qalır, ondan da 3 çıxır. Mənim deməli bu VY-mı tapmaq üçün J-m də məlumdur. Yəni aşağıdan yazım. VY bərabərdir 10 vurulsun 3 verdi mənə 30. Deməli mənim VY-m nəyə bərabər oldu? 30. Bura 30, bura 40-dırsa, Pifaqor teoreminə görə bura neçə olmalıdır məndə? 50. Deməli, birincinin də yerə dəymə sürəti 50-dir. İkincinin də yerə dəymə sürəti nədir? 50-dir. Yəni, VB-miz də 50-yə bərabərdir. Bununla bunun nisbətini istəyir, ixtisar gedir. Nə qalır? 1. Cavab olacaq A variantı. 11-də bizə V0 sürət, yəni başlanğıc sürət verir. Və biz bildik ki, V0-mız Vx-ə bərabərdir. Biz də bunu proyeksiyaya ayırsaq, Vx-imiz bərabər olacaq nəyə? 40-a. Burada aşağı doğru da proyeksiyamız nədir? Bizim VY-imizdir. Bunu bilmirik. Bu bizim Pifaqor teoremimizi verir. Bura 40-dır, bura 50-dir. Sonra da VY-imizdə 30-dur. Bura gəlmə müddətini də biz necə tapırdıq? VY bərabərdir J vurulsun T düsturundan, bu T'dir da, düzdür bizdə. T bərabər olacaq nəyə? VY bölünsün J, yəni 30 bölünsün 10 verəcək bizə neçəni? 3-ü C variantını. 12-ci məsələdə bizə deməli başlanğıc sürət verilib. Ümumiyyətlə bildik ki, yenə qeyd eləyək ki, bizim Vx-imiz V0-a bərabərdir, yəni 20-yə. Bizim H hündürlüyümüz verilib. X yolumuz verilib. Yolumuzda L bərabərdir və yaxud X da yaza bilərik. X bərabərdir Vx vurulsun T'dir. Və bizə deyir ki, yatayda aldığı yolla, yəni X-la H hündürlüyü bərabərdir. Bura yazsaq ki, H bərabərdir nəyə? X-a. H-ın düsturunu necə yazırdıq? H bərabərdir JT kvadratı bölünsün 2. Bu düsturları bərabərləşdirək. Çünki onsuz da deyir ki, bərabərdir. JT kvadratı bölünsün 2 bərabərdir. Vx vurulsun T'yə. T'nin biri gedir, biri gedir. 10 vurulsun T bölünsün 2 bərabərdir 20-yə. Buradan mən T'ni tapdım ki, T nəyə bərabərdir? 4-ə. Düzdür? Mənə nə? Bu yolu soruşur. Düzdür? Yolumda X bərabərdir, Vx vurulsun T'dir. Vx 20-dir. T'ni də tapdıq ki, 4-dür. 20 vurulsun 4 neçə verdi bizə? 8-dir. Y variantı. Yəni zaman düşmə müddətinin buradan bura getmə müddəti həmişə eyni olur. Ona görə zamanı biz bu üçün də tapsaq, burada yerinə yaza bilərik. Burada da tapsaq, aparıb H-da yerinə yaza bilərik. 13-cü məsələdə yenə mail müstəvi üzərində bizim cismimizi atıblar, üfüqi müstəvi üzrə, yəni üfüqi vəziyyətdə atıblar və gəlir bura dəyir. Bizdən də soruşur ki, N nöqtəsinə dəyir, H yüksəkliyi kaç metrdir? Yəni neçə metr? H-ı bizdən soruşur. Mail müstəvidə, yəni H da bizə məlum deyil. Burada da bizim yolumuz buradan bura X-dır da, yəni düzdür. Biz ümumiyyətlə bilirik ki, bura 37 dərəcəli bucaq qarşısındakı katetin, bitişik katetin nisbəti tangens belə deyək də 37 verir bizə H-ın X-a nisbətini. Tangensi də biz sinus 37 bölünsün kosinus 37 yaza bilərik. Burada H bölünsün X yazaq. Sinus 37 dərəcə bizə 0,6-nı, kosinus 0,8-i verir. 0,6 bölünsün 0,8 bərabərdir. Bizim H-ımızın düsturu nədir? JT kvadratı bölünsün 2-dir. X-imizin düsturu nədir? V0 vurulsun, yəni Vx vurulsun T'dir. Düzdür. Gətirək yerinə qoyaq düsturları. JT kvadratı bölünsün 2, V0 T, T'lərin biri ixtisar gedir. Burada davam eləyək aşağıda. Deməli, burada alınır ki, 6 bölünsün 8 bərabərdir. J 10-dur. T'imiz məlum deyil. 2 vurulsun
40, 80 və mən buradan t-ni tapıram ki, t nəyə bərabərdir? 60 bölünsün 10 verir mənə 6-nı. Və mənə h lazımdır. H-ın düsturu da budur. Onda h-ım nəyə bərabər olacaq? H bərabərdir j-t kvadratı bölünsün 2. J-imiz 10-dur. T-mizi tapdıq 6-dır. 36 bölünsün 2. Verəcək mənə neçəni? 180 metri. Cavab olacaq B. Bir də belə bir qayda var ki, deməli, bizdə bura 37-dir, bura 53 dərəcədir də, düzdür. 37 dərəcə ilə 53, yəni 90 dərəcə olmağı üçün bir tərəf olmalıdır bizdə 37-dirsə, digər tərəfi 53 olmalıdır ki, bu 90 dərəcəlik tamamlansın. Biz də bunu Pifaqor təriminin əsasən 53 dərəcəlik bucaq qarşısındakı KT, o 3, 4, 5 3 bucağımız var idi. Bura 3, bura 4, bura 5. 5 90 dərəcəlik bucaq qarşısındadır. 4 90 dərəcədən biraz balaca, yəni 53. Ən kiçik bucaqda, ən kiçiyində qabağında bucağın 3 olmalıdır. Onda mən bura 4x, bura isə 3x deyə bilərəm. Yəni kiçik bucağın qarşısındakı 3x-dir. Düzdür? İndi biz elə bil ki h yüksəkliyi tapmalıyıq, düzdür? Gətirib h-ın düsturunu yazırıq ki, bizim h-ımız nəyə bərabərdir? H bərabərdir j-t kvadratı bölünsün 2-dir. V-imiz nəyə? X-imiz nəyə bərabərdir? X də bərabərdir. Deməli, V 0 vurulsun t-dir. Bunu tərəf-tərəfə belə deyək də bölək. H-ımızı neçə tapmışıq? 3x. 3x bölünsün 4x bərabərdir. J-imiz j-t kvadratı bölünsün v 0 t-də yaza bilərik, bir də 2. Bu şəkildədir. Yenə görürsünüz, eyni belə deyək də metoda gəlir, çıxır. X-lar ixtisar gedir, düzdür. Deməli, yerinə qoysaq 3 bölünsün 4 bərabərdir. Burada j-imiz 10-dur. 10 vurulsun t. V0-ımız 20-dir, 40-dır daha doğrusu. 40 vurulsun 2 verir bizə neçəni? T'lər ixtisar gedir. 80-dır, düzdür. Bununla bu ixtisar gedir. Bununla da bu ixtisar gedir. Qalır 2. T'imiz də nəyə bərabər olur? 6. Daha sonra yenə bunu aparırıq. H lazımdır bizə. Bura gətirib yerinə qoyuruq. H bərabər olacaq. 10 vurulsun 36 bölünsün 2. Yenə də bizə neçə verəcək? 180. Cavab olacaq B variantı. 14-də bizə deyir ki, V0 hızıyla atılan bir cisim el nöqtəsinə dəyir. Yalnız V0 böyüklüyünü artırsaq, yəni bunu artırsaq, yerə düşmə sürəsi, yatay alınan yol və yerə çarpma, yəni bax, elə bil ki, bizim bu necə dəyişəcək? İndi baxaq, yəni doğruluğunu baxacağıq. Bizim ümumiyyətlə yolumuzu x bərabərdir, V0 vurulsun t ilə tapırıq. Əgər mənim V0-ımı artırsa, deməli yolum da neyniyəcək? Artacaq. Deməli bu doğrudur. Yerə düşmə müddətini biz necə tapmışdıq? T bərabərdir kök altında 2h bölünsün j düsturu ilə, düzdür? Burada biz sadəcə V0-ı artırmışıq. Yəni hündürlük artmayıb, azalmayıb. Bizim müddətimiz ancaq hündürlükdən asılıdır. Ona görə bizim müddətimiz neyniyəcək? Dəyişməyəcək, doğrudur. Yerə çarpma hızının böyüklüyü. Biz deməli bilirik ki, bura VY proyeksiyası, bura VX proyeksiyasıdır. Yəni VX də V0-a bərabərdir. Düzdür, VY dəyişməyəcək. Nəyə görə? VY bərabərdir. J vurulsun T'dir. Düzdür. Əgər zamanı dəyişmirsə, onda VY-ımız da dəyişməyəcək. Amma VX dəyişir. VX dəyişdiyinə görə, böyüdüyünə görə onda yəni fərqli bir qiymət alacaq da. Məsəl üçün 40-dırsa, 50 alacaqsa, onda bunun qiyməti də dəyişəcək. Ona görə bu yanlışdır. Cavabımız bizdə 1-2-dir. O da D variantı. 15-ci məsələdə isə artıq bizim yer çəkimi ivməsi, yəni J-mizi neynir? Böyük olsaydı, artırsaydı. Deməli, yerə düşmə sürəsi. Yerə düşmə müddətini biz T bərabər kök altında 2h bölünsün J ilə tapırıq. J artanda T'miz neyniyəcək? Azalacaq. Düzdür, bu doğrudur.
Sonra yatayda alınan yol azalır. Yatayda alınan yol, yəni bu istiqamətdə bizim x-imizdir. Onu da düsturunu yazsa x bərabərdir v0 vurulsun t-dir. Düzdür. T azalırsa, buradan tapdıq t azalır. Onda bizim yolumuz da azalacaq. Deməli bu da doğrudur. Yerə çarpma hızının böyüklüyü. Yerə çarpma hızı deyəndə, yəni aşağı düşmə sürəti v-y-imizdir da. Onu da düsturunu necə yazmışdıq? V-y bərabərdir j vurulsun t-yə. Bizim t azalırsa, deməli v-y-imiz, daha doğrusu j-imiz artırsa, t-dən işimiz yoxdur. J-imiz artırsa, deməli aşağı düşmə, yerə çarpma hızı da belə deyək. Bu nə edəcək? Artacaq. Deməli 3 də doğru olacaq Y variantı. 16-cı məsələdə baxın, bizə deməli yenə V0 sürəti ilə atılan bir cisim mail müstəvi üzərində atılan bir cisim verilir və cismimiz bura gəlib düşüb. Düzdür? N nöqtəsinə çarpıb və x-imizi verib 4h. X-imizi verib bizə 4h. Cismin N nöqtəsinə çarpma hızının böyüklüyü kaç V0-dır onu soruşur. Baxın, bu nöqtədən mən üçbucağın bu hissəsinə perpendikulyar endirsəm, 90 dərəcəlik bucaqdır. Ümumiyyətlə, bu üçbucaqla bu üçbucaq oxşar üçbucaqlardır. Düzdür. Onda mən bura 4h yazacağım, burada h yazacağım. Düzdür. Deməli, h bölünsün 4h bərabərdir. Deməli, bizim düsturları gətirək yerinə qoyaq. H-ın düsturunu necə yazmışıq? JT kvadratı bölünsün 2 şəklində. Düzdür. Deməli, JT kvadratı bölünsün 2. 4H da bizim yolumuzdur. Yolumuzun düsturu x bərabərdir nədir? V0 t-yə bərabər. Yəni, bu V0 t-ni gətirib buraya yazırıq. Yəni, 2 burada heç. V0 vurulsun t-yə. Mən ixtisarlar aparsam, deməli, t-nin biri gedir. Burada qalır nə? V0 bərabərdir nəyə? 2J t-yə. Düzdür? Deməli, mənim V0-ım neçədir? 2J t-yə bərabərdir. Burada da mən ayırsam, elə bil mənim sürətim bu istiqamətdədir. Elə məndən bunu soruşur. Buranı tapdıq ki, 2J t-dir. Düzdür. V-y-imizin düsturu nədir? Bunu sileyim. V-y-imiz nədir? V-y proyeksiyası nədir? J vurulsun t-yədir. Biz bunu Pifagordan tapsaq, elə bil ki, bunun kvadratını üst-üstə gələcəm və məndə nə alınacaq? JT kök altında 5 alınacaq. Mən də buradan JT-ni tapa bilərəm. Düzdür. JT nəyə bərabərdir? V0 bölünsün 2-yə bərabərdir. Aparıb burada yerinə qoysam, alacam nə? Kök altında 5 bölünsün 2 vurulsun V0-a. Bizə də deyir ki, L nöqtəsinə çarpma hızının böyüklüyünün kaç V0-ıdır? 2 kök altında 5 bölünsün 2 V0-ıdır. Cavab olacaq A variantı.